Bölgələrdə tibbi xidmətin səviyyəsi və vətəndaş məmnunluğu məsələsi növbəti dəfə gündəmə gəlib. Bu barədə narazılıq Cəlilabad rayonundan daxil olub. Bir xəbər mediaya video müraciət ünvanlayan rayon sakini yerli səhiyyə sistemindəki problemlərdən idarəetməni və peşəkarlığın 0 dərəcəsində olmasından cana doyduğunu bildirir. Şikayətçi iddia edir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasında və doğum şöbəsində vətəndaşlara qarşı göstərilən laqeydlik ailələri böyük faciələrlə üz-üzə qoyur. İnsan həyatına olan biganəliyin dözülməz həddə çatdığını vurğulayan rayon sakini doğum şöbəsindəki bəzi tibb işçilərinin davranışlarını və peşə fəaliyyətlərini sərt sözlərlə tənqid edib. Vətəndaş qarşılaşdıqları bu acınacaqlı mənzərəyə dözə bilməyərək çıxış yolunu səsinin ən ali instansiyalara çatdırılmasında görür. Rayon səhiyyəsində köklü islahatların aparılmasını istəyən şikayətçi aidiyyatı dövlət qurumlarından, bölgə rəhbərliyindən bu iddiaların yerindəcə ciddi şəkildə araşdırılmasını xahiş edir. O, məsuliyyətsizliyə yol verən və vətəndaşların fəryadına səbəb olan hər bir şəxsin qanun çərçivəsində cavab verməsini tələb edir. Biz də bir xəbər media olaraq ittihamlarda adı keçən tibb müəssisəsinin və rəsmi qurumların da mövqeyini işıqlandırmağa hazırıq. Mən Cəlilabad rayon Xəlilli kənd sakini Sadiqov Həmzə İsaoğlu. Mənim müraciətim buradan cənab prezidentimizə, Mehriban xanıma müraciət edirəm ki, cənab prezident, Mehriban xanım, sizdən mənim müraciətim odur ki, keçən bu vaxtı mənim bir nəvəm oldu. Mənim nəvəmin ölüm səbəbi birinci başdan validə doktor diaqnostikada sizə müalicələr eləmişdi. Bir də ki, cənab prezident, 3 bacı rəsmiyyənin 2 bacısı bizim mərkəzi xəstəxananın həkimi deyil. Onlar mərkəzi xəstəxananın qəssəbidir, əzrahilidir. Mənim nəvəm rəsmiyyənin əli ilə mənim uşağım Sapçılı azad oldu. Saat arsa 8-9'a işləmiş. Mənim uşağıma götürüb Dimitrol iynəsi vurmuşdular. Baba rəsmiyə gir. Cənab prezident, sizdən xahiş edirəm, mənə köməkli olun. Dimitrol iynəsi vurulub, uşağım 2 saat özünə gəlmədi. Nəvəm də olan kimi nəvəmi boğmuşdu. Baba bu rəsmiyə doktor. Uşağı aparıblar. Yaxşı, bu uşaq əgər ana bətnindən zəif olubsa, bunu şüşədə saxlamalıdırlar ki, Bakıya gedənə qədər. Mənim uşağımı kimsəsiz kimi atıblar, qalıb orada balamı. Uşağım ailəndən sonra deyib, mənim uşağım hanım, deyib, sənin uşağımın vəziyyəti pisdir. Ancaq uşaq olanda Sapçılı azad olub. Uşağı tutub boğublar. Uşağı saat səhər, cənab prezident 9'a işləmiş azad olub, axşam saat 7'də Bakıya yolladılar. Uşağın ardiz etdim, Bakıda Umucu xəstəxanası var, Rəna doktor var, ona buradan təşəkkür eləyəm. Mənə qayıtdı, dedi, Ağsaqqal, uşağı buraya nəyə ölsün gətiribsiniz? Dedim, nə olub ki doktor? Dedi, bu uşağı boğub yollayıblar, bu uşağın cigərləri partlayıb içər. Dedi, biz onu eləyə bilirik, əlimizdən gələni eləyəcək, ancaq sizin uşağınız qalmayacaq. Uşaq 2 gün yaşamadı, rəhməti etdi, uşağı gətirdi. Gəldim, gələn gündən 2 gün sonra götdüm, cənab prezident, baş prokurorluğa müraciət elədim. Bütün adiyyəti qurumlara müraciət elədim. Mənim gözümün ağa-qarası bir balam var. Mənim şikayətimə baxan olmadı. Üstündən arsa 1 ay keçdi. Cəlilabadın prokurorluğu məni çağırdı. Məndən izahatı götürəndən sonra qayıtdı, dedi, get, bundan sonra öldürməyəcəklər. Cənab prezident, mən sizdən xahiş eləyəm, mənim balamın qanı yerdə qalmasın. Mənim balamın qanı yerdə qalmasın. Biz uşaq paltar aldıq, xəstəxana etdik, pərtdala qayıtdik. Həkimlərin ucbatından mənim balam öldü. Mən buradan yenə dönə-dönə şikayətimi, müraciətimi bildirirəm cənab prezidentimizə, Mehriban xanıma. Mənim balamın qanı yerdə qalmasın. Mənim nəvəm boğdu, uşağıma da götürüblər. Özə bunu deyim, hələ cənab prezident bizi Cəlilabadın icra hakimi tapşırmışdı ki, xəstəxanaya bu kasıb ailədir. Bunun uşağına yaxşı baxın. Götürüblər, nəvəmi öldürdülər. Əgər icra hakimi tapşırmasaydı, cənab prezident, mənim balamı da öldürəcəkmişlər. Mən kasıb xalqın dəstəyi ilə evimi düzəltdim. Xalq mənim üçün ev düzəldi. İnkarım yoxdur, kasıb bir adam idim. Mənim balama götürüb, nəvəmi boğub öldürəylər. Balama da Dimitrol vurublar ki, bunun ürəyi yatsın, ölsün. Cənab prezident, sizə dönə-dönə xahiş eləyəm, baş üstə dönərəm. Mənim balamın qanı qoymayan yerdə qalar. Rəsmiyyədir, 3 bacıdır, bir də validə doktor.
Diaqnostikada validə doktor işləyir. Rəsmiyə ilə o iki bacısı da mərkəzi xəstəxanada işləyir. Nətər olub, bu il mənim qızım azad oldu. Mən buradan təşəkkür eləyəm Səlyan həkimlərinə, Səlyanın baş həkiminə, dönə-dönə təşəkkür eləyəm. Mənim balamı apardı Səlyan xəstəxanasına. Orada bizdən qara köpük pul alınmadı. Balamın nətər lazımdı qulluğunda durdular. Nətər olub, Cəllabada apardım şu, qayıdıb rəsmiyə balama deyib, çatan kimi deyib, sən yer tapanmaysan, azad olmağa gəldin buraya. Cənab Prezident, o xəstəxana hökumətindir, yoxsa rəsmiyyənin dədəsinindir. Mən onu bilmək istəyəm. Rəsmiyyənin özünün, bəlkə rəsmiyyə Cəllabadın mərkəzi xəstəxanasını özəlləşdiriblər. Dövlətin xəstəxanası da hər yerdən gəlib orada azad olunmalıdır, xəstə yatmalıdır. Sizdən xahiş eləyəm, başısa dönərəm Cənab Prezident. Mənim balamın qanın yerdə qoymun. Mənim balamın qanın yerdə qoymun. Rəsmiyyədir, 3 bazı rəsmiyyə geldi, bir də validə doktor. Validə məni çağırtdırdı, diaqnostika həyətindən məni qovalatdırdı. Dedi, get kimə deysən dinəm, mənim adamım var. Mən də sizdən dönə-dönə xahiş eləyəm. Görəyim bu rəsmiyyə ilə validənin adamları sizdən 3 gün vəzifədə işləyir. Kimdir bunların bu 3 bacı ilə bu validənin adamı? Yəqin sizdən 3 gün vəzifədə işləyir də Cənab Prezident. Ona görə bunlara heç kim batanmıyor. Sizdən xahiş eləyəm. Mənim balamın qanın yerdə qoyun. Dönə-dönə sizdən xahiş eləyəm. Başısa dönər. Mənim deyiləcək sözüm buraya qədər.